yayına başlayırıq. Eyni də OBS-dən görüntü götürəcək. Sadəcə həm yayın verib, həm necə deyirlər, üzərində işləmək biraz dondura bilər kadrı. Yəni FPS sala bilər aşağı. Əgər elə bir problem yaşasanız bildirməniz kifayətdir. Belə deyək, ilkin variantda biz tərcümə məsələsini danışaq. Əlbəttə biraz gecikdi bizim tərcüməmiz. Məlum məsələdir ki, biraz həm texniki cəhətdən, həm proqram üzərindən, yəni manual formada yoxdur. Siz bilavasitə bunu avtomatik şəkildə etməyiniz üçün biz bəzi gelişdirmələr elədik, sonra əlavə modlar əlavə etdik. Bu modlar barədə sizə növbəti videolarda izah verəcəm. Bu videomuzun mövzusu bu proqramı necə yükləmək lazımdır və s. bu barədə izah edəcəm sizə. Saytı göstərəcəm və girib necə yükləmək lazımdır onu göstərəcəm və proqramımızın içərisində olan funksiyalardan qısaca özət keçəcəm ki, bunlar sizə lazım ola bilər. İlkin olaraq proqramın kodlarını, yəni narahat olmağınıza heç bir formada ehtiyac yoxdur. GitHub üzərində biz nə mənada narahat olmağınıza ehtiyac yoxdur. Çünki necə deyərlər, biz zaten bunu GitHubda bunun linkini paylaşırıq və siz daxil olub burada kodlarına baxa bilərsiniz və ya güvənmirsinizsə, yəni deyə bilərsiniz ki, burada başqa cür eksport eləmirsən, orada başqa cür proqramı endirib bilavasitə öz düzəlişlərinizi bunun üzərində eləyə bilərsiniz və ya bilavasitə bu kodlardan istifadə edərək bilavasitə necə deyərlər, proqramı eksport edib istifadə edə bilərsiniz. İlkin növbədə öz modlarınızı bura yükləməyi və s. ayrıca izah eləyərəmi bilmirəm, amma çox vaxt bizim Discord kanalımız var. Discorda daxil olaraq siz orada zaten suallarınızı verə bilərsiniz və ya modları bizə göndərə bilərsiniz ki, biz həmin modların əsasında sizə dəstək göstərə bilək və ya sizə köməklik göstərə bilək. Kodları burada yerləşdirilibdir. Zaten siz burada öz modunuzu yerləşdirmək istəyirsinizsə, rahatça girib buradan da əlavə edə bilərsiniz. Amma heç buna ehtiyac yoxdur. Nəyə görə? İndi onu da sizə izah edəcəm. Hətta bir sayt göstərim sizə. Yəni bu Nexus'un bir dənə saytı var və mən bunun linkini altda yerləşdirəcəm. Siz bura daxil olub Twitch üçün belə deyək, paylaşılan modları buradan yükləyib bilavasitə bizim proqram üzərindən quraşdıra bilərsiniz. Bütün modları yükləyib quraşdırmaq mümkündürmü? Xeyr. Çünki hər bir modun özünə görə necə deyərlər, quraşdırılma yeri var, papkası var və bizimki sadəcə sırf modları yükləməyə yarayan. Burada yazılan hamısı üçün mod belə deyək, yükləmək keçərlidir. Zaten bizim növbəti videomuzda da modu necə yükləyə bilərsiniz və s. ona haqqında məlumat veriləcək sizə. Buradan yüklədiyiniz modları da bizim proqram daxilində yerləşdirib əlavə olaraq yükləyə bilərsiniz. Yəni normalda bunların özlərinin yerləşdirdiyi mod paketi həddindən artıq çox qarma-qarışıqdır və çox interfeysi köhnədir. Yəni siz orada nəyisə başa düşsəz böyük bir şeydir. Yəni bunun üçün resurs da az, girib YouTube üzərindən axtarsınız, zad eləsəz və s. tapmağınız qeyri-mümkün olacaq. Plus da bunların proqramın istifadə olunması içərisində bir neçə dənə belə deyək də əlavə widget, əlavə proqram yükləməli olacaqsınız ki, bizdə buna ehtiyac qalmır artıq. Çünki biz hamısını bir yerə toplayıb konkret bir pack yaratmışıq ki, həmin pack içərisində siz istədiyiniz formada, istədiyiniz modları, yəni sırf moddan gedir söhbət, modları yükləyib, quraşdırıb işlədə bilərsiniz. Və dediyim kimi, burada ehtiyac yoxdur. Yəni də istəsəz burada da modların öz modunuza əlavə edə bilərsiniz. Zaten publikdir. Publik olduğu üçün söz düzəlişləriniz etdiyiniz zaman hər kəsdə gəlib düşür. Yox, istəyirsinizsə proqramda növbəti versiyada necə deyərlər, burada əlavə sizin yazdığınız modlar da yerləşsin. Onun üçün bura yerləşdirə bilərsiniz. O heç bir problem yaşatmayacaq. Bu da belə. İndi keçək proqramın yüklənməsinə. Normalda Rohit Javadov saytına daxil olsanız da oradan tapa bilərsiniz. Amma qısaltma olsun deyənə, məsələn, indi qısaltmasını da sizə göstərəcəm. Bizə lazımdır RJ App Store. Gördüyünüz uzantı dəyişdi. Yəni bilavasitə burada daxil ola bilərsiniz. apps.rohitjavadov.st. Burada yəni demo video var. Zaten bunun haqqında biz əvvəlki videolarda bildirmişdik. Amma Twitcher'ın bilavasitə plugin üçün ayrıca bir səhifəmiz mövcuddur. Bu sizə gələcək loyallıq proqramı kimi, loyallıq demir, daha çox dəstək üçün deyə 3 saniyədir məncə. Çox da sizi bezdirməz. Aşağı düşürüb burada pulsuz yüklə Windows üçün var. Bunu basaraq endirə bilərsiniz ki, hal-hazırda biraz dediyim kimi notebook zəif olduğu üçün biraz gec belə deyək, davam edir. Aşağı düşək. Tərcümə faylınızı bizlə bölüşə bilərsiniz. Məsələn, bu aşağıda tərcümələri kim paylaşır? Yəni yeni hazır olduğu üçün başqa yoxdur. Ancaq siz məsələn burada ən populyar bəyənməyə uyğun olaraq, ən yeni olaraq burada daxil olub istədiyiniz belə deyək tərcümələri buradan endirə bilərsiniz.
Yəni siz özünüz də hazırlayıb tərcümə paketi məsələn özəlləşdirib Azərbaycan dilində söyüşlü və ya nə bilim nə və s. buna görə bura yükləyib burada digər insanlarla paylaşa bilərsiniz. Çünki bizim yazdığımız not paketində, yəni bu tərcümədə 27.000 sətr var. Bu 27.000 sətrin adını tərcümə edib tək-tək yoxlamaq uzun müddət tələb edir və buna görə də ki, yəni həm tərcüməçilərimiz müəyyən bir düzəlişlər elər və s. amma 27.000-ə qədər eləmirlər. Zaten biz hər elə bir ki 1000 ötürə düzəlişlərimizi eləmişik. Yəni onlar arasında ümumi düzəlişlər eləmişik. Məsələn, bəzi sözləri milliləşdirmişik və ümumiyyətlə mənasını doğru şəkildə tərcüməsini düzgünləşdirmişik. Çünki bəziləri məsələn türk dilinə tərcümə olunduğuna görə və ya ingilis dilinə tərcümə olunduğuna görə ingilis dilindən tərcümələrdə bəzi sözlər və ya türk dilinə tərcümədə bəzi sözlər, hətta rus dilindən bilavasitə tərcümələr də mövcud idi ki, hələ özünü yəni tam doğru bilmədiyinə görə və istifadə etdiyi toolları da tərcümələr doğru etmədiyinə görə bu cür problemlər yaşanıbdır ki, bunu nəzərinizə çatdırın. Yəni tərcümələr xoşunuza gəlməsə və ya əksi bir tərcümə görsəz, orijinal belə deyək tərcümə faylının üzərində də işləyə bilərsiniz. Bizim buradakı yerləşdirdiğimiz digər tərcümə fayllarına da baxa bilərsiniz bu şəkildə. Biz modumuzu yüklədik. Yükləyəndən sonra artıq bizim yükləmə belə deyək, download qovluğuna düşür ki, biz bura daxil olub bunu yükləyə biləcəyik. Bu da növbəti videodur. Çünki həm quraşdırma, növbəti videoda həm quraşdırma və ya belə deyək, həm quraşdırma olacaq, həm modları necə yükləyə bilərsiniz və ümumi məlumatlar orada veriləcək ki, ilkin variantda bu qədər məlumat mənə üçün kifayətdir. Bu sadəcə məlumatlandırmadır və qeyd edim, yəni bu part 1, part 2 formatında olacaq ki, insanlar hissə-hissə baxıb, hansı hissəni başa düşməyiblərsə, oradan baxıb dəstək, kömək ala bilsinlər.